Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bildiyiniz kimi sertifikasiya imtahanı hal-hazırda test mərhələsi davam edir və bir çox fən müəllimləri sertifikasiya imtahanı uğurla vermişdi. Və bundan sonraki sertifikasiya imtahanlarında da iştirak edəcək müəllimlərə uğuru arzulayıram. Bildiyiniz kimi test mərhələsindən sonra ikinci mərhələ müsahibə mərhələsi olacaq. Müsahibə mərhələsi haqqında sizə məlumat verəcəm. İlk öncə müsahibə mərhələsi üçün sizə lazım olacaq bizim müsahibədən Qızıl Qaydalar adlı vəsaitimiz haqqında məlumat verəcəm. Müsahibə mərhələsində sizə verilə biləcək bütün sual tipləri, istəyir MİQ, istəyir sertifikasiya hazırlaşan bütün ixtisas müəllimləri üçün kitabımızda kifayət qədər suallar və hər bir sualın da cavabı qeyd olunub. Kitabdan suallar bəzən belə verilir ki, müəllim, biz bu kitabdan tək hazırlaşsaq, müsahibə mərhələsini uğurla verə bilərikmi? Bəli, əlbəttə, kitabı alıb özünüz də təkcə hazırlaşıb müsahibə mərhələsindən uğur qazana bilərsiniz. Müsahibə mərhələsi üçün vəsaitimiz bütün bölgələrə post vasitəsilə çatdırılır. Sifariş üçün 051 644 31 54 nömrəsinə yazaraq sifariş verə bilərsiniz. Və yaxud da kitabla tanışlıq istəsəz, yenə də qeyd etdiyim nömrə ilə əlaqə saxlayaraq həmin vəsaitdən sizə lazım olan tiplərdən nümunələr göndərə bilərik. Əlavə olaraq müsahibə mərhələsinə hazırlaşmaq istəyən müəllimlər bizim dərs qruplarımızdan da yararlana bilərlər. Dərs qruplarımız canlı olaraq Zoom proqramı üzərində tədris olunur və hər bir müəllim fərdi olaraq sual-cavab olunur. Vəsait biz tərəfindən verilir, siz hazırlaşırsınız, sonra sual-cavab. Bütün müsahibə mərhələsinə lazım olan tipləri müsahibə proqramı müddəti ərzində sizlərə mənimsədilir. Dərslərə də qoşulmaq istəyənlər 051 644 31 54 nömrəsinə yazaraq dərslər haqqında da daha ətraflı məlumat əldə edə bilərsiniz. İndi keçirik müsahibə mərhələsində sizi nələr gözləyir. Bu əsasən indi deyəcəyim hissələr sertifikasiyanın müsahibə mərhələsi üçün metodik çərçivə sənədi var. Həmin çərçivə sənədindən siz nəyi bacarmalısınız və müsahibədə sizi nələr gözləyir? İlk olaraq özünü təqdim etmə bacarığı. Bu zaman sizin həm ünsiyyət bacarığınız yoxlanılır, həm də özünüzü necə təqdim etmə bacarığı tam olaraq yoxlanılacaq. Özünü təqdim etmə əsasən təhsillə bağlı bir növ tərcümeyi hal hazırlamalısınız. Anadan olma, kimliyiniz və deyək ki, məktəb təhsil sahəsinə daxil olma, hansı universiteti bitirmisiniz və pedaqoji prosesə, pedaqoji stajınız nə qədərdir, məktəbdə neçə müddət işləyirsiniz, hansı yeniliklər eləmisiniz təhsillə bağlı. Bunlar hamısı özünü təqdim etmədə yer alır. İkinci hissə olur təhsil alanlarda qiymətləndirmə bacarığı. Bildiyiniz kimi, hər bir müəllim təhsil alanın qiymətləndirməsini aparmalıdır. Bura məktəb daxili qiymətləndirmədən söhbət gedir. Həm diaqnostik, həm formativ, həm summativ. Bundan bağlı bütün proseslər sizdən soruşula bilər. Şagirdi necə qiymətləndirirsiniz? Hansı formada diaqnostik qiymətləndirməni aparırsınız? Formativ qiymətləndirmənin mahiyyəti nədir? Summativ qiymətləndirmənin mahiyyəti nədir? Necə aparırsınız? Sırf təhsil alanların qiymətləndirmə bacarığına lazım olacaq bütün sual tipləri sizi bu hissədə gözləyə bilər. Sonra pedaqoji prosesin təşkil etmə bacarığı. Bu pedaqoji proses həm təhsil mühiti ilə, həm təlim mühiti, həm tərbiyə mühiti. Bir növ müəllim məktəb mühitinə daxil olandan sonra pedaqoji prosesə başlayıb. Artıq burada bir neçə hissələr var ki, onları tamamlamalısınız. Pedaqoji prosesin tamlığı nədir?
bərabər imkanları necə yaradırsınız, şagirdlər üçün inkişaf yönümlülüyü necə aparırsınız, dəstəkləyici mühiti necə qurursunuz, sonra şagird yönümlülük, şəxsiyyət yönümlülük, fəaliyyəti necə stimullaşdırırsınız. Məktəb prosesində bu hissələr daha çox sizdən soruşula bilər. Sinifin idarə olunmasından tutmuş, məktəb, valideyn münasibətlərindən, müəllim, kollektiv münasibətlərindən, pedaqoji prosesdə daha çox da şagird-müəllim münasibətlərindən suallar öz əksini tapacaq. Növbəti hissə isə mövzunu təqdim etmə. Bildiyiniz kimi, hər bir müəllim üçün, yəni hər bir ixtisasdan 5 mövzu, deyək ki, coğrafiya müəllimisiniz və yaxud ibtidai sinif müəllimisiniz, 5 mövzu təqdim olunur və 5 mövzunun 5-inə də hazırlaşmalısınız. Bunu necə hazırlaşmalısınız? Gündəlik dərslərə necə hazırlaşırsınız da, məktəb mühitində dərslərinizi necə tədris edirsinizsə, bu zaman həmin mövzulara o qaydada hazırlaşmalısınız. Mövzu, standartlar, motivasiya hissəsi, öyrənmə prosesi, qiymətləndirmə. Burada da yenə mövzunu təqdim edən zaman daha çox nəyə üstünlük verilir müsahibə mərhələsində? Bir motivasiya mərhələsinin necə qurulması, yəni mövzuya maraq necə oyadırsınız? Bir də qiymətləndirmə prosesindən daha çox, yenə də burada mövzunu təqdim etmədə suallar daha çox üstünlük verir. Konstruktiv rəy soruşulur. Mövzunu təqdim etməyə çalışın ki, mükəmməl hazırlaşın və bu da sizə mükəmməl bal verəcək. Növbəti suallar olacaq, psixoloji suallar. Psixoloji suallar yenə pedaqoji prosesdə olduğu zaman şagird münasibətlərindən psixoloji suallar ola bilər. Şagird, məktəb münasibətlərindən suallar olacaq, psixoloji suallardan, müəllim münasibətlərindən, müəllim kollektiv münasibətləri, məktəb daxili prosesdən suallar olacaq və yaxud şagirdlər arasında olan prosesdən suallar olacaq, məktəb valideyn münasibətlərindən suallar olacaq. Yəni, psixoloji sualları kifayət qədər fərqli yanaşmalı suallar ola bilər. İki şagird arasında danışmaq, sonra dərsə gecikən şagirdlər, müəllimlə şagird münasibətləri, psixoloji suallar ümumiyyətlə geniş bir, hardasa 300-400 sual tipi olur ki, bu da məktəb prosesində olan psixoloji suallardır. Şagirdlərlə, sinif yoldaşları arasında və yaxud müəllim valideyn münasibətlərindən suallar çox ola bilər. Ümumilikdə bu prosesdə sizi 40 bal gözləyir. Keçid balı 20 baldır. Yəni 20 bal qazansanız müsahibə mərhələsini uğurla keçmiş hesab olunursunuz. Müsahibə mərhələsi ümumilikdə 40 balı əhatə edir. Çalışın ki, ən çox sizdə özünü təqdim etmə, ünsiyyət bacarığınız yaxşı olsa, özünüzü yaxşı təqdim etsəz, o zaman müsahibə mərhələsi sizin üçün uğurlu keçmiş olacaq. Bundan əlavə, müsahibə mərhələsində sertifikasiyanın müsahibə mərhələsi onlayn olduğuna görə miqdən biraz fərqlənir. Deyək ki, miqdə daha çox geyimə, görünüşə, oturuşa fikir verilən zaman müsahibə mərhələsində bu o qədər də önəmli deyil. Amma onlayn olsa belə saç düzümünüzə, geyiminizə bir müəllim olaraq, müəllim kimi geyinməyiniz məsləhətdir. Bundan əlavə, hər hansı suallarınız olarsa müsahibə ilə bağlı 051 644 31 54 nömrəsinə yazaraq bizim ödənişsiz WhatsApp qruplarımızdan da yararlana bilərsiniz. Hər birinizə uğurlar, sağ olun, salamat qalın.